Yeni ildə hər kəs bayram süfrəsi arxasında birlikdə olmağa, bayram adət-ənənələrini yerinə yetirməyə çalışır. Hər bir ideya sürür ki, bayram süfrəsində nələr olsun ki, qarşıdan gələn yaşıl taxta əjdahaya da xoş olsun. Amma unutmamalıyıq ki, hər şeydən öncə sağlamlığımızdır. Ona görə də bayram süfrəsində qidalanmaya diqqət etmək vacibdir. Mayonezli salatlardan və köp məşəli olmuş qidalardan kənar olmaq lazımdır və ən əsasda da diqqət olunmalıdır ki, salatlar uzun müddət açıq havada qalmasın və əgər orada mayonez varsa, təbii ki, orada oksidaşma prosesi gedib, ikincil olaraq bakteriyalar inkişaf edə bilər. Hər hansı bir xroniki xəstəliyi olan insanlar varsa, ən çox da öd daşından əziyyət çəkən insanlarda qızardılmış yağlı qidalar qəbulundan sonra öd daşlarının ağırlaşmaları, yəni onun yerdəşməsi baş verə bilir. Zəhərlənmələrin baş verməməsi üçün ilk öncə bu salatlara diqqət olunmalıdır və salatların düzəldilmiş məhsullara diqqət olunmalıdır. Göbələk məşəli salatlara daha çox diqqət olunmalıdır. Qidalar 2 saat ərzində qəbul olunmalıdır. 2 saatdan yuxarı olmuş açıq havada, süfrədə qalmış qidalarda zəhərlənmə ehtimalı artır.